Aragoniya kralı 2. Fernandın və Kastiliya kraliçası İzabelin 1475-ci ildə Juan adlı qızı dünyaya gəldi. Juananı ciddi katolik tərzdə tərbiyə etmişdilər. 1496-cı ildə Juana Gerçik Filipi ərə getdi. Filip çox yaraşıqlı və qadınların sevimlisi idi. Evlənəndən sonra Filip yenə məşuqələri ilə görüşür və Juananı qısqanclıq krizlərinə salırdı. Juananın 6 övladı dünyaya gəldi, lakin onun övladları nə dövlət işləri maraqlandırırdı. Qadın ərinin məşuqələrini taparaq onlara fiziki ziyan vururdu. Artıq onun dəli olması haqqında söz-söhbət gəzirdi. 1506-cı ildə 28 yaşında əri Filip tifdən vəfat etdi. Juana onu bastırmağa qoymadı. Hamilə olmasına baxmayaraq tabutla kilsə məbədləri ziyarətə çıxdı. Bəzən tabutu açaraq əri ilə söhbət edirdi. Nəhayət ərini bastırdılar. Juananı isə yeni doğulmuş qızı ilə qəsrdə bağlı saxladılar. Juana 1555-ci ildə 75 yaşında vəfat etdi.